Təbiətə qarşı amansız müdaxilə və qanun tanımayan qum-çınqıl biznesi. Qəbələ rayonunda çay məcralarından qanunsuz qum-çınqıl çıxarılması halları ətraf mühitə, xüsusən də yerli ekosistemə və su ehtiyatlarına ciddi ziyan vurmaqda davam edir. Nəzarətsiz və qanunsuz hasilat çay məcralarının həddindən artıq dərinləşməsinə, sahil eroziyasına və ən qorxulusu yeraltı su səviyyəsinin kəskin aşağı düşməsinə səbəb olur. Ekoloji terrorun ən bariz nümunələrindən biri hazırda Qəbələ rayonunun Savalan kəndi ərazisində yaşanır. Burada qanunsuz olaraq qum-çınqıl çıxarılır, çayın təbii məcrası şəxsi maraqlar naminə dəyişdirilir. Nüvüsazın məlumatına görə faktla əlaqədar İsmayıllı rayon Ekologiya İdarəsinin Nəriman adlı inspektoru ilə əlaqə saxlanılıb. Vəzifəli şəxs çay məcrasında istismar işlərinin tam qanunsuz həyata keçirildiyini açıq şəkildə təsdiqləyib. O, özbaşınalığın qarşısının alınması üçün dərhal tədbir görüləcəyini və nəticə barədə məlumat veriləcəyini vəd etsə də, sonraki günlərdə zənglərə cavab verməyib, telefonu qapadıb. Əslində ekologiya rəsmilərinin bu arxayınlığı təəccüb doğurur. Xatırladaq ki, cəmi bir ay bundan əvvəl 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı Baş Prokurorluq yanında Korrupsiya qarşı mübarizə İdarəsində cinayət işi açılıb. İsmayıllı və Qəbələ icra hakimiyyətlərinin rəsmi şikayəti əsasında başlanan bu araşdırmalardan sonra şikayətlərin çoxluğu səbəbindən idarə rəisi Xəzər Vəliyev tutduğu vəzifədən uzaqlaşdırılıb. Lakin görünən odur ki, idarənin digər vəzifəli şəxsləri rəislərin aqibətindən heç bir nəticə çıxarmayıblar. Hüquqşünaslar qeyd edirlər ki, Savalan kəndində qeydə alınan bu fakt sıradan bir qayda pozuntusu deyil. Sözgedən əmələ görə Cinayət Məcəlləsinin torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə dərhal cinayət işi açılmalıdır. Dövlətin təbii sərvətlərini talayanların və onlara şərait yaradan məmurların qanun qarşısında cavab verəcəyi günü gözləyirik. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir.